Baxan və izləyənlərin hamısına salamlar. Almaları artıq yumuşam, isti su ilə yuyuram ya təmiz. Balonları da dediyim kimi bağlamamışdan əvvəl həm qapaqları, dəmir qapağı, həm də ki balonları isti su ilə yuyuram yaxşıca bankaları. Qaynar su ilə, isti su dedikdə. Bu günləri fərqli cəhət nədir? Tamam başqa şəkildə yığıram içərisinə, istifadə edirəm balaca belə bir şişlərdə mətbəx üçün. Heç də qorxusu yoxdur. Bir almaları ehtiyatla keçirdirəm. Bir kənara qoyuram. Əlbəttə ki 3 alma buna azlıq eləyəcək. İşlətdiyimin sayı qədər içərisinə yığıram və ehtiyatla balığın içərisinə qoyuram. İki litrelik balon olduğu için bir stəkan şeker tozu əlavə edirəm. Artıq suyu qaynatmışam, qaynar su tökürəm içərisinə. Balonu tam ağzına qədər doldururam. Qazanın içərisində qaynar suda qaynamağa qoyuram. 20 dəqiqə qaynadıram.